İllərdir hazırladığım ən ləzzətli badımcan turşusu. Gəlin birlikte hazırlayaq. Əvvəlcə aldığımız badımcanları təmiz yuyaq. Turşu için badımcan seçerken çalışın ki biraz xırda badımcanlar seçin. Hem xırda hem de uzun sov olsunlar. Ben de seçerken çalıştım bir qədər xırdaların seçim. Tabii ki içerilerinde biraz uzun sovlar da oldu. Yani fərq etmez. Əsas odur ki çox iri və ətli badımcanlardan istifadə etməyin. İşlik qoymaq üçün badımcanların tən orta hissəsini bıçaqla kəsirik və bir neçə yerdən dəlik açırıq ki duzu öz canına çəksin. Qazanda suyu qaynadırıq. Qaynayan suya hər bir litrinə bir yemək qaşığı dolu duz əlavə edirik. Badımcanları hissə-hissə içərisinə əlavə edib 2-3 dəqiqə müddətində bir qədər baxın bu baş hissəsi yumşalana qədər bir qədər pörtlədib götürürük. Nə çox bərk qalmasın, nə də çox yumşaq olmasınlar. Bir qədər yumşaldı, götürürük və aş süzənə əlavə edirik. Altına da bir qab yerləşdiririk ki suyu süzülsün. Daha sonra bir kartof kisəsinin içərisinə gördüyünüz kimi sırayla səliqəli şəkildə düzürəm. Axşamdan həmişə hazırlayıram və səhərə kimi bunları bir ağırlıq, bir kubik daşlar altında saxlayıram ki suyu tamamilə süzülsün. Yəni canında acı suyu qətiyyən qalmasın. Gördüyünüz kimi səhəri gün isə artıq badımcanları daşın altından çıxardıram. Çox gözəl preslənir. Tərkibində olan acı suyu da tamamilə süzülüb gedir. Və badımcanların içərisinə çox az bir qədər duz əlavə edirəm. Hamısını duzlayıb yığıram. Mən bu dəfə 3 kiloqram badımcandan istifadə etdim. 3 kiloqram badımcandan 1 ədəd 3 litrlik balonla badımcan turşusu alınır. İçlik üçün sarımsaqların qabıqlarını soyub rondodan keçirdirəm. İstəsəniz ət çəkən maşınla da çəkə bilərsiniz. Yəni fərq etməz. Acı biberlerin de sadece saplaq hissəsini kəsirik, tumu ilə birlikdə bunu da rondodan keçirdirik. Sarımsaq və acı biber bunları üst-üstə əlavə edirik bir qabın içərisinə, üzərinə zövqə görə duz və quru nanə əlavə edib yaxşı qarışdırırıq. Bura zövqə görə təbii ki şirin balqar bibərdir, cəfəri də əlavə edənlər var, amma badımcan turşusunun klassik reseptində, yəni içlik sadəcə quru nanədir, duzdur, acı biber, bir də sarımsaqdan ibarətdir. Hazırladığımız içlə badımcanların içliyini doldururuq. Ərzaqların tam olaraq miqdarını açıqlama bölümündə qeyd edəcəm, oradan baxarsınız. Bu badımcan turşusunun tərkibində su olmadığı üçün illərlə saxlaya bilərsiniz. Qətiyyən xarab olmadan çox gözəl qalır. Burada püf nöqtə odur ki, badımcanları mütləq çox gözəl bir ağırlıq altında saxlamalısınız ki, tərkibində olan acı suyu tamamilə getsin. Yəni çox gözəl preslənməlidir. İçliklərin hamısını doldurduqdan sonra artıq balona yığırıq. Qeyd etdiyim kimi 3 kiloqram badımcandan 1 ədəd 3 litrlik balonla turşumuz alındı. Çox sıx olmadan badımcanları ehmalca balona doldururuq. Hamısını səliqəli şəkildə balona doldurduqdan sonra üzərinə çöp yerləşdiririk. Və bunun sayəsində də balon əyildikdə, yəni balonu əydikdə badımcanlar içərisinə qətiyyən tökülmür. Və gördüyünüz kimi bir süzgəcə yerləşdiririk balonu ağzı aşağı vəziyyətdə. Bu cürdə bir 2-3 saat müddətində saxlayıram ki, içərisində əgər az da olsa acı suyu varsa o da süzülsün. Gördüyünüz kimi bir qədər də acı suyu çıxır. Daha sonra isə sirkəli, duzlu su düzəldirəm. Nəzərinizə çatdırım ki, sirkəyə qətiyyən su əlavə etmirəm. Mən badımcan turşusunu xalis sirkəyə qoyuram. Üzərinə də 4-5 diş qənd əlavə edib kapron qapaqla bağlayıram. Səri yerdə saxlayıram. Amma ara bir mütləq bir 10-15 gündən sonra qapağını açıb mütləq yoxlayın. Əgər sirkəni canına çəkərsə yenidən üzərini sirkə ilə doldurun. Bu qədər hazırlayıb yeyən hər kəsə nuş olsun, hələlik.